Mən Qurbanova Rəna Qurban qızı 1986-cı ildə Balakəndə anadan olmuşam. Kiçik yaşlarımda kuklalara həvəsim olmuşdu. Artıq 5 ilə yaxındır ki, bu işlə məşğulam. Əl işlərimdə daha çox milli kuklalara üstünlük verirəm. Gəlincik kuklalarımın hər birində xal simvolizə etmişəm. Bu da mənim qızıma olan dəyərimdir. Onun üzündə olan xalı kuklalarımı əks etdirmişəm. Hazırladığım milli gəlincik kuklası yaşıl və sarılı tondadır. Yaşılı təbiəti bildirir, sarı da günəşin simvoludur. Üzərindəki nardakin Azərbaycanın milli atributlarından biridir. Milli kuklalarımın tanınması üçün ABAD-a müraciət etdim. Artıq 2 ilə yaxındır ki, ABAD-da əməkdaşlıq edirik. Mənə göstərilən hər tərəfli dəstəyə görə ABAD-a sonsuz təşəkkür edirəm.